Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuhu. Və elhamdülillah kitab-ı Tevhidi davam edirik. İnşallah o için bu akşam kitabı qutardım. Elhamdülillah. Bilməm, neçə dənə dərs oldu. Qardaşlardan deyəsin, biri deyir ki, 75 dənə dərs oldu. Yəni təxminən. Elhamdülillah. İndi bunu qutaraq, sonra qısmət olsa başqa kitab oxuyaraq. Yeni Tevhiddən. Sonra müəllif rahimehullah buyurur ki, Babu mə cəə fi himayətin Nəbi sallallahu aleyhi ve sellem himət təvhid və saddihi turuqa şirk. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellemin necə tevhidi qorumağı və şirki aparan yolları necə qabağını örtməkdir. Yəni, burada birbaşa Peyğəmbər sallallahu aleyhi ve sellem necə tevhidə fikir verirdi və şirki aparan yolları örtürdü. Və müəllif rahimehullah burada Abdullah ibn Şixiri radiyallahu anh'ın rivayətini gətirir. Deyir ki, İntalaqtu fi vafdin bəni amirin ilə Rasulillahi sallallahu aleyhi ve sellem fəqulna əntə seyyiduna. Bir nümayəndələ, bir dəstə adamla Peyğəmbər sallallahu aleyhi ve sellem yanına getdik və yanına gələndə dedik ki, sən bizim seyyidimizsən. Bu məsələyə toxunur ki, Seyyid Allahın adıdır. İndi bu sözə görə Peyğəmbər sallallahu aleyhi ve sellem etiraz edəcək. Çünki nədir? Tevhidə zidd olduğuna görə. Lakin əgər təzim mənasında deyilirsə, bəli. Amma belə məsələn, Seyyid adlandırır. Peyğəmbər sallallahu aleyhi ve sellem özü bəzi sahabələr deyir ki, Seyyiddir. Öz qövmünün Seyyididir. Əntə Seyyiduna. Dedi ki, sən bizim seyyidimizsən. Fəqalə əs-seyyidullah təbarəkə və teala. Qulna və afdaluna, dedi ki, seyyid Allahdır. Və sonra dedi ki, və afdaluna fadlan. Sən deyir, fəzilətdə bizdən əfsəlsən. Və azamına tavlən fəqalə qulu bi qavlikum əv ba'dı qavlikum və la yəcrimənəkumu şeytan. Ravahu Əbu Davud bi sənədin ceyyid. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem bu hədisdə ümumiyyətlə fəsildə o seyyid sözünə toxunur. Deyir, həqiqi seyyid, yəni yüksəliş, tərif Allah subhanət aləyə aiddir. Amma insanlar isə Allahın qullarıdır. Ona görə onları belə təzimləmək olmaz. O qapını örtür. Ola bilər, indi deyənlər şirk qəsd eləməyir və ya ola bilsin, o məsələ şirk deyil, lakin şirki apara bilər. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem fikir verirsiniz, o şey ki, şirki aparır, o da qadağandır. Ola bilsin, o məsələ şirk deyil. Aydın, necə ki, məsələn, qəbir olan məsciddə namaz qılmaq. Belə baxanda tutaq ki, əgər məsciddə sonra salınıbsa, orada namaz batil deyil. Lakin əfsəldir tərk eləmək. Çünki şirkə yoldur. Cəmaat başlayır gedməyə, bu sonra görəcək qəbri, deyəcəklə bu qəbir nəsə qeyri-adidir. O birisilərdən fərqlənir. Çünki adi olsaydı qəbrisanda bastırardılar. Başlayacaqlə sitayiş eləmək. Aleyhisselam. Avam da tevhidi bilməyən adam, o həmişə axtarır, nə çıxdı qabağına, onu vasitə qoşur. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, sizə dininiz necə əmr edir, o cür mənə çağırın. Və din də necə çağırıb mənə deyir Peyğəmbər sallallahu aleyhi ve sellem, Nəbi, Rasul, qul, Allahın qulu. Ona görə də ən yaxşı Peyğəmbər sallallahu aleyhi ve sellem deyəndə necə şəhadətdədir, abduhu və rasulü. Aleyhisselam. Yəni demək ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyəndə La ilahe illallah Muhammedan Rasulullah və ya Muhammedan abduhu və rasulü. Abdu Rasul çünki birinci Peyğəmbər sallallahu aleyhi ve sellem nədir? Bu şirk qapısını, şirkmin qapısını örtür. Birinci Peyğəmbər sallallahu aleyhi ve sellem qul idi, sonra Rasul oldu. Elə bir şirk qapısını örtür. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem etiraz edir.
və deyir ki, mənə seyyid deməyin, necə ki, siz öz ağlarınızı seyyid deyirsiniz. Onlar təzim mənasında deyirlər. Amma belə baxanda Peyğəmbər sallallahu aleyhi ve sellem necə dedi? Yəni, bəzi sahabələrə seyyid deyib, bu öz qövminin seyyididir. Elə bir ki, bu məsələdə, bu fəsildə Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələrə öyrədir şirkməyin qabağını almaq üçün. Yəni, hulu, ifratçılığın qabağını almaq üçün. Çünki biz görürük ki, ən böyük zəlalətlərdən, səbəblərdən bir də nədir? İfratçılıq. Yəni, bizdən qabaq da ifratçılığa zəlalətə düşdülər. Hələ İslamın içində də ifratçılıq oldu. Kim ifratçılığa gedirsə, düşür zəlalətə. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, ifrata varmayın. Çünki sizdən qabaqçıları ifrat səbəbinə həlak etdi. Həlak olundu. Onu da haçan deyib, heç böyük məsələ də deyildi. Cəmaratda daş atanda bəzi sahabələr böyük daş götürmüşdülər. Orada isə nə? Balaca daş götürmək lazımdır. Elə ki, gördük ki, böyük daşlar götürüblər, dedi ki, ifrata varmayın. Əgər orada və təsəvvürlə başqa məsələlərdə necə? Və sonra, rahimullah, Ənəs ibn Məlikin, Ənəs radiyallahu anhın rivayətini gətirir, deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, Ənə unəsən qalu ya Rasulallah, ya xeyruna və abini xeyrina və seyyidina və abini seyyidina fəqalə ya eyyuhən nəs qulu bi qavlikum və la yəstəhviyənnəkumuş-şeytan ənə Muhammedun sallallahu aleyhi ve sellem abdullah və rasulu ma uhibbu ən tərfa'uni fəvqə mənziləti əlləti ənzələniyəllahu əzzə və cəl. Ravahu Nəsai bi sənədin ceyyid. Bu da həmçinin əvvəlki hədis kimi ki, Peyğəmbər sallallahu aleyhi ve sellem o vaxt ki, dedi ki, sən bizim seyyidimizsən, yəni ona oxşar bir söz, dedi ki, ey insanlar, dinimiz necə əmr edib, o cür deyin və şeytan sizə allatmasın, ifrata varmayın. Mən Muhammedəm sallallahu aleyhi ve sellem Allahın qulu və rəsulu. Və mən sevmərəm ki, siz məni, Allah mənə necə, hansı dərəcə verib, o dərəcədən artıq verəsiz. Aydındır. Allah hansı dərəcəni verib, o dərəcə kifayətdir. Yəni, onu aşma olmaz. Onu aşdın, artıq keçirsən ifrata. Və sonra müəllif, rahiməhullah, fəsildə də, yəni, faydalardan şeyx də buyurur ki, rahiməhullah, fihi məsail, əl-ulə təhdilin nas minəl-qulub. Yəni, şirkməkdən, ifratçılıqdan uzaq dayanmaq məsələsinə toxundu və həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem şirkmək, onu da şirkmək olmaz. Baxmayaraq Peyğəmbər sallallahu aleyhi ve sellemdir. Qala ki, din nə qədər ona yer verir, onu keçmək olmaz. Ona görə biz görürük ki, kim ki şirdib azıb, məsələn, sufilər sevdiklərindən şirdiblər. Əksinə sevdikləri, onu sevmək başlarına bəla olub. Əksinə. Yəni, sevməyin də həddi var axı. Sevmək gərək şəriət çərçivəsində olmalıdır. Şəriət necə qoyub. Yoxsa sən ondan artıq eləsən, necə Peyğəmbər sallallahu aleyhi ve sellem derajdinə keçirlər. Ad günü. Yəni, bu sevgi əlaməti deyil əslində. Əslində bu sevgi deyil. Çünki kim deyirsə yalan deyil. Çünki Əbu Bakirdən çox onu sevinməzsən. Ömərdən onu çox sevinməzsən. Osmandan çox sevinməzsən. Əlidən çox sevinməzsən. Həsənlə Hüseynlə Peyğəmbər sallallahu aleyhi ve sellem çox sevinməzsən. Onlar eləməyirlər onun üçün derajdini. Ad günü. Aydındır. Yəni, elə çıxır ki, sən onlardan daha çox sevinmişsən onu. Ona görə bunlar əslində hardan gəlib qardaşlar? Xristiyanlıqdan, başqa dinlərdən. Bidətlərə fikir versəz, bidətlərə